Hörmətli cənab prezident Danila Türk, hörmətli Şampas və Novaqoritsanın sakinləri, əziz dostlar. Bugün Sloveniya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar və unudulmaz bir gündür. Bugün Azərbaycan xalqının böyük oğlu, qəhrəman Mehdi Hüseynzadənin, Mixailonun memorial muzeyinin açılışına biz toplaşmışıq. İlk növbədə prezident cənab Danila Türkə, Sloveniya dövlətinə, Sloveniya xalqına, Mehdi Hüseynzadənin xatirəsinə göstərdiyiniz böyük hörmətə görə Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Mehdi Hüseynzadə burada Sloveniyalı dostları ilə bərabər partizan dəstəsində faşistlərə qarşı döyüşmüş və qəhrəmancasına həlak olmuşdur. Bu mübarizə və bizim xalqlarımızın birgə səyləri nəticəsində faşizm kimi bəla üzərində biz hamımız birlikdə qələbə qazanmışıq. Bizim qəhrəmanlarımızın əziz xatirəsi xalqlarımızın qəlbində daim yaşayır və bugünkü mərasim bu sözlərin ən gözəl təsdiqidir. İkinci Dünya Müharibəsində 600 min Azərbaycan vətəndaşı döyüşmüşdür. Onlardan yarısı 300 mini həlak olmuşdur, müharibədən qayıtmamışdır. Müharibə zamanı Sovet ordusunun yanacağının 90%-i Azərbaycan neftçiləri təmin etmişlər. Bugün Sloveniya-Azərbaycan əlaqələrinin inkişafında çox əlamətdar bir gündür və bu əlaqələrin gələcək inkişafı üçün bugün yeni imkanlar açılır. Bizi çox gözəl dostluq əlaqələri bağlayır. Bizim qarşılıqlı iqtisadi təşəbbüslərimiz müzakirə edilir və gələcək əməkdaşlıq perspektivləri haqqında bizim aramızda fikir ayrılığı yoxdur. Və bizim qəhrəmanlarımıza olan, onların xatirəsinə olan hörmət və xoş münasibət bizim əlaqələrimizi daha da gücləndirir. Mən bir daha Sloveniya dövlətinə, şəxsən Sloveniya Respublikasının prezidentinə bu xoş münasibətə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan tərəfi də öz növbəsində ikitərəfli əlaqələrin inkişafı üçün öz səylərini əsirgəməyəcək və bizim birgə fəaliyyətimiz nəticəsində daha da yaxşı nəticələr əldə olunacaq. Mənim Sloveniya rəsmi səfərim bugün burada başa çatır. 2 günlük səfər çox məhsuldar olmuşdur. Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm və bir daha məni Sloveniyaya dəvət etdiyiniz üçün və mənə və nümayəndə heyətinə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə sizin hamınıza öz minnətdarlığımı bildirmək istəyirəm. Və çıxışımın sonunda Mehdi Hüseynzadənin büstü önündə demək istəyirəm. Yaşasın Sloveniya-Azərbaycan dostluğu.